Hər vaxtınız xeyir, əziz şagirdlər. Bugün sizlərlə bir yerdə fizika 7-ci sinif dərsliyində verilən düzxətli dəyişən sürətli hərəkət dərsinin öyrəndiklərinizi tətbiq edin. Həmçinin öyrəndiklərinizi yoxlayın hissəsində olan sualların izahına baxacağıq. Sualların izahına keçməmişdən öncə YouTube kanalımıza abunə olmağı unutmayın ki, digər dərslərin izahları gəldikdə xəbərdar olasınız. Gəlin başlayaq birinci sualımızdan. Şərtdə deyilir ki, sürət zaman qrafikində yolun qrafikin altında qalan sahəyə bərabər olduğunu nəzərə alaraq qrafikə əsasən cismin A variantında soruşur, hərəkətə sükunət vəziyyətindən başladığını göstərir. Əgər cisim hərəkətə sükunət vəziyyətindən başlayırsa, deməli artıq burada başlanğıc sürət sıfıra bərabərdir. Yəni bu cisim başlanğıcda dayanıb, hərəkət etmir. Onda deməli onun əlbəttə ki, sürəti sıfıra bərabərdir. Bu zamanda biz başlanğıc sürəti və sıfırla işarətlədiyimizdən bərabər sıfır yazırıq. Yəni sən harada sükunət sözünü görsən, başlanğıc sürətin sıfır olduğunu yaza bilərsən. İndi burada fikir versəz qrafikiniz sürətin zamandan asılı qrafikidir. Yəni V-nin T-dən asılı qrafikidir. Fikir versəz görərsiniz ki, V-yə aid olan oxumuz qrafikdə sıfırdan başlamışdır. Yəni sənin qrafikində başlanğıc sürətin sıfıra bərabərdir. Deməli artıq gördük ki, buradan da bizim hərəkətimiz sükunət vəziyyətindən başlamışdır. B variantında soruşur ki, ilk 6 saniyə ərzində getdiyi yolu hesablayın. 6 saniyədə, yəni zamanı 6 götürəcəyik və getdiyimiz yolu hesablayacağıq. İndi bizim bilməli olduğumuz məqam nədir? Əgər V-nin T-dən asılı qrafiki verilmişsə, bu zaman qrafikin altında qalan fiqurun sahəsi bizə verir gedilən yolu. Onsuz da bunu şərtdə özdə qeyd edib ki, yolun qrafikin altında qalan sahəyə bərabər olduğunu nəzərə alaraq qrafik əsasən cismin indi getdiyi yolu bizdən soruşur. Özdə fikir versəz 6 saniyədə. Baxın, zaman oxundan 6-nı tapsaq, buna uyğun olaraqdan, bax bu gördüyümüz qrafikin altında qalan fiqurun sahəsi sizə verəcək gedilən yolu. İndi burada fikir versəz görərsiniz ki, yaranan fiqurumuz düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın da sahəsini biz riyaziyyatdan bilməliyik. Hansı ki, katetləri hasilinin yarısıdır. Yəni burada A və B katetimizdir. Katet də düzbucağa bitişik olan tərəfdir. Yəni bax bu gördüyünüz hissələr olacaq. İndi siz buranın uzunluğunu bilsəz, vurarsınız bir-birinə, bölərsiniz ikiyə, alarsınız gedilən yolu, yəni fiqurun sahəsinə. Fikir versəz, bizim aşağıdakı katetimiz 0 və 6-nın arasındadır, yəni ilə 6-ya bərabərdir. Bax bu 6 nədir həm də? Zamandır da. Deməli artıq sənin buradakı bir katetin, tutaq ki, aşağıdakı kateti aynən, bax bu kateti də B ilə işlədirəm. Deməli sənin bir katetin A bərabər oldu 6-ya. Bu 6 da zamandır, T-dir. Digər katetin isə, yəni B olan, fikir versən, buranın uzunluğunu tapsan, sən artıq digər katetini tapmış olarsan. Bunu da tapmaq üçün hansı ki, qarşıya paralel köçürməliyik. Çünki biz bilirik ki, düzbucağın qarşı tərəfləri bir-birinə bərabərdir. Baxın, fikir versəz görərsiniz ki, burada bir düzbucaq yaranır. Yəni sən bu B-nin uzunluğunu tapmaq istəyirsənsə, qarşıya paralel köçürməlisən. Fikir versən 0 və 3-ün arası, o da olacaq 3. Deməli, sənin digər katetin B də bərabər oldu 3-ə. İndi bax görək. Burada bu 3, fikir versən 6 saniyəyə uyğun sürətindir, bax, V-dir. Deməli, sənin elə burada digər katetin də həm də sürətə bərabərdir, yəni son sürətə bərabərdir. İndi gəlin baxaq. A-nın yerinə 6-nı yazıram, B-nin yerinə də 3 yazıram. Bölək 2. 6 3-ə vur 18, 18 də böl 2-yə, o da olacaq 9. Deməli, 6 saniyədə gedilən yolumuz oldu 9 metr. Digər sualımızda 12 saniyə ərzində 36 metr yol getdiyini bilərək, onun 12-ci saniyənin sonundakı sürətini tapın deyir. Fikir versəz 12 saniyə. Zaman verildi burada. T 12 saniyədir. Gedilən yolumuz verilib. Yəni el bərabərdir 36 metrdir. Mən qeyd etdim ki, gedilən yol fiqurun sahəsinə bərabərdir. Qrafikin zaman oxu ilə əmələ gətirdiyi fiqurun sahəsi. Burada fikir versəz 8 saniyə göstərilib, amma 12-yə qədər davam etməyiblər, çəkməyiblər. Yəni sən burada 12-dəki sürəti bilmirsən axı. Bunu istəyirlər səndən. Mən burada fikir versəz qeyd etmişəm ki, A, bir katetim zaman oxudur. Fikir versəz zaman oxunda olan sizə verilən zaman olacaq. Digər katetim isə B, baxın burada 3 yazmışam, həm də V yazmışam. Digər katetimdə artıq sənin son sürətinə bərabər olacaq, hansı halda başlanğıc sürət 0 olarsa. Əgər başlanğıc sürət 0-dan fərqlidirsə, artıq burada başqa cür həll edirik. İndi baxın, fikir verin. Görərsiniz ki, A-nın yerinə T yazaram, B-nin də yerinə V yazaram. Baxın burada, düsturda.
Bu da sənə verəcək əlbəttə ki, fiqurun sahəsini, yəni gedilən yolu. Deməli, onu da biz belə çıxarda bilərik ki, əgər ki, başlanğıc sürət sıfırdan başlayırsa, düz xətti dəyişən sürətli hərəkətdə, onda gedilən yol, baxın, A-nın yerinə yazsaq, T, B-nin də yerinə yazsaq, V, olacaq V vurulsun. T bölək 2-yə bərabərdir. Düsturumuzu almış olduq. Halbuki biz bilirik ki, normalda düz xətli bərabər sürətli hərəkətdə V bərabər L bölək T-dirsə, buradan da L bərabərdir VT-dir. İndi gördüyünüz kimi, qrafikin altında qalan fiqurun sahəsinə bərabər olduğunu biz nəzərə almasaydıq, səhvlik edəcəkdik. L bərabərdir VT-dən hesablayıb səhvlik edəcəkdik. Amma gördüyünüz kimi, L bərabərdir VT bölək 2-dir. Bunu da hardan aldım? Qrafikin sahəsindən almış oldum. İndi mən bu hissəni silirəm. Gəlin artıq hesablaya bilərik. L-im var 36-dır. 36 bərabərdir. V yoxdur. T-miz var 12-dir. Bölək 2. 12 və 2-ni ixtisara aparıram. Məxrəcdə 1, sürətdə qalır 6. V vuraq 6 bərabərdir 36-dır. Buradan V-ni tapanda 36-yı 6-ya böləcəksən, alacaqsan 6. Deməli, sənin buradakı son sürətin oldu 6 metr bölək saniyə. Öyrəndiklərinizi yoxlayına baxaq. Düzxətli dəyişən sürətli hərəkət nəyə deyilir? Düzxətli dəyişən sürətli hərəkət odur ki, cisim əgər bərabər zaman fasilələrində müxtəlif yollar qət edərsə, bu düzxətli dəyişən sürətli hərəkətdir. Yəni, burada sürət dəyişir, adından da görünür. 2-də, avtomobil düzxət üzrə hərəkət edərəkdən yolun müəyyən bir hissəsini 5 metr bölək saniyə, qalan hissəsini isə 10 metr bölək saniyə sürətlə hərəkət edərsə, bu hərəkətə düzxətli dəyişən sürətli hərəkət demək ola bilərmi? Bəli, deyə bilərik. Hansı ki, düz xətt üzrə hərəkət edir və fikir versə, sürətim də 5-dən 10-a dəyişir. Yəni, artıq burada sürət dəyişirsə, dəyişən sürətli hərəkətdir və düz xətt üzrə gedirsə, düz xəttli dəyişən sürətli hərəkət deyə bilərik. 3-cü, dayanacaqdan düz xəttli hərəkətə başlayan avtobusun hərəkəti dəyişən sürətli hərəkətdirmi? Bəli, dəyişən sürətli hərəkətdir. Çünki dayanacaqda avtomobil, əlbəttə ki, avtobus dayanıb da, burada onun deməli, hələ ki, sürəti sıfıra bərabərdir. Başlanğıc sürət özü də sıfıra bərabərdir. Sonra hərəkətə başlayır. Deməli, sürətini get-gedə nə edəcək? Artıracaq. Sürət artır və artıq sürət dəyişməyə başlayır. Sıfırdan sürət get-gedə artır. Deməli, sənin artıq buradakı hərəkətin dəyişən sürətli hərəkət olacaq. Beləliklə, sizlər üçün buradakı sualların izahını verdim. Ümid edirəm ki, izah sizlər üçün aydın oldu. Əgər ki, videodan yararlandınızsa da əməyə qarşılıq olaraqdan abunə olmağı və videonu bəyənməyi unutmayın. Digər videolarda görüşənədək özünüzə yaxşı baxın, sağ olun.